Hələ ki sözü yadındadırsa, hələ ki Azərbaycan üçün İranda baş verəcək, bölgədə baş verəcək şeylərdən qorxusu yoxdur. Bir-iki dənə dronun bura atılması, partlanması, sabah da yerdə bir-iki dənə raket bura fırlatması bu o demək deyil ki, hər hansı büyük savaşa gəlib çıxacaq. Mən sizə dedim ki, cənab prezident çalışır əlindən gələni eləməyə ki, bölgədə olan savaş Azərbaycana gəlib yayılmasın. Amma bu hələ ki o deməkdir ki, yaxın müddətdə hər hansı dronun harası atılsa da, raketin harası fırladılsa da, bu savaş demək deyil. Onu deməyə çalışıram ki, əziz dostlar, o bir-iki dənə dron, raket atılanda, göydə vurulanda mənə dedi ki, bəs sən heç bir şey, bir qorxusu olmayacaq demişdim. Bəli, o günlərdə o sözləri mənə yazanlara da deyirəm ki, nəsə oldu mu? Olmadı, inşallah olmaz. Amma hələ ki yaxın müddətdə, çünki dünya savaş başlayanda sonra nələr olacağını mən hər zaman demişəm, onu da dilə gətirmək də istəmirəm. Əziz gözəl dostlar, dünya savaş başlayanda böyük ölkələr bir-birinə toqquşub vurub dağıdanda, Azərbaycanın əhali, ərazi, güc o dərəcədə də deyil ki, dünya güclərlə savaşacaq, nə bilim, baş-başa gedər. İnşallah bizim böyüklərimiz elə bir strategiya, elə bir gücün yanında olar ki, biz də qaliblərin tərəfində olarıq. Onu deməyə çalışıram ki, onu deyə bilmirəm. Dünya savaşı varsa, hər şey var deməkdir. Mən əsasən də İrandan dünya savaşdan söhbət gedən zamanından əvvəl, bu söhbətlər olana qədər radiasiyadan qorunması üçün kapsulların alınması, dərmanların alınması və baş verəcəyi bölgədə gərginliklərin təsir altında ximikatlardan qorunması üçün düşünmək barədə demiş bir adamam. İran savaşı illər qabaq demiş bir adamam. Qarabağ savaşı demiş bir adamam. Qara dekabr gələcək deyə, samolyot düşəcək deyə deyən bir adamam. Qarabağ 24-lükdə görürəm deyən bir adamam. Qarabağın sevinəcək yanlışdır deyən adamam. Çünki mən Qarabağ oyunu şərh edərkən Qarabağ bu 24-lükdən sonra Newcastle-dan oradan sevinclə qarşılayacaq, sevinclə gələcəyini demişəm. Bəli, bu da yanlış çıxdı. Yəni 10 dənə doğru proqnozun içində biri yanlış da olanda doğru izah edə bilməyəndə. Əslində Newcastle səfərindən Qarabağ yaxşı qayıtdı bir topla. Buradakı kimi 6-1 uduzmadı. Yadındadırsa o proqnoz buradakı oyunun başını bırax, oradan sevinclə qayıdacaq. Bəlkə də bunu mən orada daha yaxşı oyun sərgiləyəcəyini görmüşəm, hiss etmişəm deyə düzgün sizə çatdıra bilmədim. Bu kimi şeylər olur. Çünki futbol oyunlar qumardır. Satılır oyunlar. Çünki əvvəl gördüyü nəticə oyunun sonuncu dəyişilir. Biz hal-hazırda baxdığı oyun əvvəl baxırıq ki, Qarabağın, məsələn, bir çox oyunların nəticəni görürük bir cür, sonra dəyişiklik olur. Çünki pul yüklənilir, nəticə dəyişilir. Nəticə dəyişilməyən şeyləri biz hər zaman doğru demiş bir adamam. Heyvanlardan, quşlardan həyətdə saxlayanlar üçün deyirəm. Bunlar ola bilər bugün efirlərdə demir. Mal qaraları, toyuqları qorumaq üçün indidən həkimlərə müraciət elə, vaksinlər vur, qapalı şəraitdə saxlamaq üçün çalış. Çünki qida azalması, xaosun böyütməsi prosesi də gedir dünya üzərində. Kimlər ki, vaksin dərmanları, iynələri vurubsa, vaksini keçirdibsə, mən demişdim sizlərə. Son 5 ildə o barədə nə olacağını demişdim, deyəcəm deyə deməmişdim. Artıq bu dünya savaşın vaksin vuran, həmən o korona keçirdən illərdə mənim proqnozlarımı xatırlayırsınızsa, var kanallarında baxa bilərsiniz. Sizə dedim ki, bu ölkələr öz güc strukturlarını yoxlamaq üçün bu koronavirus həm insan zaten azaldır, həm də strukturları idarə etmək olurmu, olmurmu? O bu günlərə hesablanmış bir proses idi. Koronavirus yaydı, insanlar evlərə kapatdı və polis strukturlar bütün dünya üzərində çölə çıxmağa qoymayan
Yəni ki, dövlətin strukturların dediyinə mi qulaq asır, əl altılar, yoxsa millət hansı hal, milləti sıxışdıranda millət hansı hala gəlir, onu yoxlayırdı. Və çünki dünya savaşında koronavirus dövründən 10 qat çox çətin bir gərginlik yaşayan dövr gəlir. Yəni onu deməyə çalışıram ki, bugün İranda görürsüz, İsraildə görürsüz, artıq insanlar korona vaxtında yenə də evdə rahat otururdu, çölə çıxıb ştraf yazırdı, keçinib gedirdi. Artıq çölə çıxmaq, adi rahat gəzmək çox çətinləşir. Çünki bir tərəfdən insanlar istəsə də belə raketin altına çıxa bilmir. Bunu İsraildə bir çox, hələ ki əsas İsrail İranda, Ukraynada, bir çox şəhərlərdə, Rusiyada biz bunu görmüşük. Bizi psixoloji olaraq bunlara o vaxtdan koronavirusdan bu dünya savaşa gətirməsi üçün hazırlıqlayırdı, hazırlıq vəziyyətə gətirirdi, bizi hazırlaşdırırdı. Mən o vaxtından bunu bar-bar bağırırdım ki, bizi 3-cü dünya savaşa hazırlaşdırır. Ha belə təbii fəlakətlərdən, heyvan ölümlərindən danışırdım. Bizi qabaqda bu dəqiqə hər kəs savaşdan gözlədiyi bir müddətdə heyvanların xəstəlikləri salmaq, hava yolu ilə, nə bilimdən hərə bir ad qoyacaq, hər nəsə heyvanların qırğını, heyvanların ölümünü gətirən bir xəstəliklər olacaq deyə heyvanların sağ qalması üçün fermerlər, onunla məşğul olan insanlar indidən düşün üstünə nə isə tapın, axtarın, heç bir xəstəliyi bulaşmaması üçün çarə qılmaq üçün indidən dolaşın heyvanlar barədə. Çünki bu baş verəndə deyəcək. İkinci, bütün dünyada baş verən təbii fəlakətlər daha çox alovlandıracaq, daha çox yüksəldəcək. Çünki hərbi gəmilərin əli ilə buludların gətirməsi, yayılması, ha belə zəlzələlərin çoxalması və çayların aşması bu proseslər gedəcək. Çünki bu da ölümünə, xaosa yaradılmış, hesablanmış bir şeydir. Ha belə mən şəhərlərin içində mitinqlərin çox olması, insanların ayağa qalxması proseslər olacağını demişdim. Hər tərəfdən insanların başını əlindən alan, canını alması üçün çalışan proseslər gedir və bunların da başda medialar, bütün dünyanın başda gedən medialar bizə yalan danışmaqla, olduğu hadisələr nə üçün, hansı məqsədləri, kimlər yaratdığını yox, sanki bir faciə olmuş kimi, sanki ölkələr neftlərin, maraqların üzərində savaşdığı kimi, yəni ki, bu kimi bizi aldadırlar. Əslində məqsəd burada insan azaltmaq, şəhərlərin çökəltməkdir. Nətər ki, İspaniyada bugünkü bütün xalq qalxıb biz savaşa getmirək deyə bütün dünya ayağa qalxmayacaq. Hərə insanlar bir fikirlə burada rəy yazaraq bizim kimi doğru deyənlərə də eləyib gedəcək. O qədər də ölümlər həmən ölkələrdə tezləşəcək. Allah Azərbaycanı qorusun, Allah bizim böyüklərimizi qorusun. Sağ olun.